arkadaşlarımız var. Ben çalışacağım inşallah sırasıyla burada onlara şerait yaradım, söz vereyim. Biraz önce kaydettiğim ki hemsinin Tovuzumuzun məsul qurumları, dövlət qurumlarının rəsmiləri bu gün bizim aramızdadır. Onlara mən bir yeri gəlmişkən bir daha təşəkkür edirəm. Azərbaycan polisi görürəm, hazırda qoşulur bizə. Onları salamlayıram. Və təbii ki, elə bu anda mən istəyirəm ki, bizim sıralarımızda dayanan hərbi qolçulara üz tutum. Hərbi aviasiyanın en salih hərbi hissəsinin polkovnik leytenantı cənab Etibar Rızayevi mən qarşınızda rəsmi hissəyə dəvət etmək istəyirəm. Dinləyək. Hər birinizi salamlayıram. Polkovnik Rızayev Etibar. Mən də rəhmətli Vaqif Qurbanov kimi sürünmüş dairəsində döyüşlərdə iştirak eləmişəm və onun keçirdiyi hissləri mən inanıram ki, məndən dərin burada heç kim bilə bilməz. Həmən yoldan keçmişəm, talih bunu qismət eləyibdir. Vaqif Qurbanov milli qəhrəman adı verilməmişdən qabaq da bizim təyyarəçilər arasında bir iz qoyan təyyarəçi kimi öyrənmişik, ondan nümunə götürmüşük və bir şey bildirmək istəyirəm ki, bir hadisədə, bir döyüşdə, bunu döyüşçü yoldaşlarımız yaxşı bilər, qazilərimiz yaxşı bilər. İlk yol açmaq ən çətin bir prosesdir. Bir hadisədən sonra, bir müharibədə öndərlik eləmək, qarşıda getmək ən çətin prosesdir. Bunda rəhmətli Vaqif Qurbanov yerinə yetiribdir. Sürünmüş dairəsinin istər qaçırılmasında, Sovet ordusuna, ondan sonra digər əməliyyatlarda, Çaykənd əməliyyatlarında, Qarabağda bir neçə əməliyyatlarda iştirak eləməsində öndərlik eləyib və böyük əmək sərf eləyibdir. Mən ona görə Vaqif Qurbanova və onun timsalında digər bütün şəhidlərə rəhmət arzulayıram. Allah rəhmət eləsin hər birinə. Arzu eləyirəm ki, bir şəhid üçün ən dəyərli şey onun müharibədə keçdiyi, müharibədə qoyduğu əmək və hadisələridir, gördüyü işlərdir. Bu gördüyü işlər biz nə qədər təbliğ eləsək, mənim fikrimcə o qədər biz daha möhkəm iradəli təyyarəçilər yetişdirərik gələcəkdə, hərbiçilər yetişdirərik və vətənin müdafiəsində daha güclü iştirak edə bilərik. Gördüyünüz gənc təyyarəçilər də Vaqif Qurbanovdan örnək alaraq təyyarəçilik peşəsinə sahiblənirlər və onlar üçün bu böyük bir motivasiya sayılır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Sağ olun.